Salam əziz dostlar, xoş gördük. Əziz dostlar, baxın, şəxsi tikili və hal-hazırda yaşayışdır. Və bunu da deyim ki, nə görəcəksinizsə, hər bir əşyamız qalacaq. Həqiqətən də çox maşallah olsun ki, özləri üçün çox əla bir şərait yaradıblar. Manqalnisindən tutmuş söhbətgahı, navesi, 2 mərtəbə və ümumiyyətcə 8 otaqdan ibarətdir. Sənədimiz əziz dostlar, safxoz sənədidir. Bütün pəncərələr raşotqalıdır. Evimizin yan hissəsində, arxa hissəsində keçdiyimiz mümkündür. Baxın, maşallah olsun, həqiqətən çox gözəl və 137 nömrəli məktəblə cəmi 250 metr, 200 metr məsafəsi var. Həmçindəki avtobus yolu olsun, əziz dostlar. 2 mərtəbə ümumiyyətcə 8 və əlavə bir dənə də qladovkası var ki, onu da hesablasaq, yəni böyükdür. Yəni otaq kimi də, yəni elə bir ki, 9 otaq kimi. Baxın, suyu, qazı, işığı hər biri daimidir, qaydasındadır, fasiləsizdir. Maşallah olsun, həqiqətən bu torpaq sayəsində bu cür gözəlliyi yaratmağa, yəni ev sahibi də belə deyim ki, dizayner zad deyil də, maşallah olsun. Evimiz də əziz dostlar tam təmirli və nə əşya görəcəksinizsə hər biri qalacaq və mərtəbələr arası monolit betondur. Daxil olarkən baxın belə bir mətbəximiz və bunu da qeyd edim ki, evimiz dairəvi cüt daşdır. Baxın, nə əşya görülürsə qalınır əziz dostlar. İndi müəyyən elektronika çıxarılacaqmı, çıxarmayacaqmı, onun ev sahibi ilə özünüzün dialoqu. Şəxsi tikili, ünvanımız Ramanı Savxozu. 2 mərtəbə, 8 otaq və 2 qardaş da çox rahat şəkildə, 2 qohum deyək ki, əziz dostlar, rahat yəni qala bilər. Çünki hər ikisinin girişi çıxışı ayrıdır və həmçinin burada nə şərait görürsünüzsə, birinci mərtəbədə də eynəndir. İndi keçib oranı göstərəcəm. Baxın. Və hamam sanuzel. Həqiqətən çox gözəl, zövqlə. Ev var tərifləyirsən, ev var özü hər şeyi göstərir. Bax, bu hər şeyi göstərən evlərdən biridir. Bir daha vurulan ünvanımız Ramanı Savxozu 137 nömrəli məktəbdən 200-250 metr məsafədə həmçinin marşrutla, yəni avtobus xətti. Bu torpaq sayəsində 2 mərtəbəli, şəxsi tikili, 1-2 monolitdir. Manqalisinə qədər, söhbətgahına qədər hər biri qaydasında. Sənədimiz sərəncamlı, 8 otaq, əlavə olaraq da ki, əziz dostlar, su problemi yoxdur, sadəcə ehtiyatdır. Adı üstündə ehtiyat su səmədi. Ehtiyac olarsa, yəni fasiləsiz suyu var. Baxın əziz dostlar, bu da birinci mərtəbəmiz. Qiymət 135.000 manatdır. Təbii ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirmə olunacaq. Baxın. Maşallah olsun, ev sahibimiz də quşlara meyillidir. Görürsünüz dostlar. Qiymət 135.000 manat və real müştəriyə ev sahibi tərəfindən real qiymət endirməyi mütləq şəkildə olunacaq. Bu da ki, bizim birinci mərtəbədə yerləşən hamam sanuzelimiz. Allah xeyir eləsin əziz dostlar, həm alan üçün, həm satan üçün. Təkrar vurğuluram ki, 135.000 Ramanı Savxozunda belə bir şəxsi tikili, həyət evi, quşlar nəsə çox xoşuma gəldi. İnşallah ki, evin satışını özümüz eləsək, quşları götürəcəm. Sağ olun, sağ olalım. Bu tərəfdə göstərin, tam yekunlaşdıraq.